Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ciddi narazılıq və haqlı etiraza səbəb olub. Vladimir Medinski Rusiya-Ukrayna müharibəsinin yalnız cəbhə xətti səviyyəsində dondurulması halında vəziyyətin güya bir zamanlar mübahisəli region olmuş keçmiş Dağlıq Qarabağla müqayisə oluna biləcəyini iddia edib. O bu ərazini nəhəng bir Qarabağ kimi xarakterizə edib və daha da irəli gedərək bildirib ki, əgər Ukrayna NATO-ya üzv olaraq əlavə torpaqları geri almağa çalışarsa, bu planetin sonu nüvə müharibəsi ilə nəticələnə bilər. Azərbaycan Xarici İşlər Nazirliyi bu fikirləri qətiyyətlə rədd edərək təəccüblü hal odur ki, Rusiya Federasiyasının prezidentinin köməkçisi, habelə Rusiyanın tarix təhsili üzrə qurumlararası komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. Xatırlatmaq istərdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Eyni zamanda sual doğuran məqam ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olmuş ölkənin prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir. Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin. Medinskinin tarixi və hüquqi reallıqları təhrif etməyə çalışdığını bəyan edib. Qarabağ heç vaxt mübahisəli ərazi statusuna malik olmayıb və beynəlxalq hüquqa əsasən Azərbaycanın ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq sənədlər də bu hüquqi statusu təsdiqləyir. Rusiya Federasiyası da bu reallığı dəfələrlə tanıyıb və Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu rəsmi şəkildə bəyan edib. Azərbaycan tərəfi Vladimir Medinskini tarixi gerçəklərə hörmətlə yanaşmağa, əsassız və təxribat xarakterli müqayisələrdən çəkinməyə çağırıb. Bu cür açıqlamalar təkcə Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmur, həm də regionda formalaşmaqda olan sabitlik və əməkdaşlıq mühitinə xələl gətirir.